Bu qədim şəhərin muğam sədasıdır. Asan könüllüləri və beynəlxalq muğam mərkəzinin solistləri möhtəşəm ifaları ilə dinləyiciləri valeh edirlər. Üç sayılı Asan Xidmət Mərkəzi könüllərinin təşəbbüsü ilə Beynəlxalq Azərbaycan Muğamı gününə həsr olunmuş Qədim şəhərin Muğam Sədası adlı tədbir həyata keçirilir. Tədbirdə Beynəlxalq Muğam Mərkəzi və İçərişəhər Dövlət Memarlıq Qoruğu da tərəfdaşlarımızdır. Tədbir çərçivəsində 26 avqust Beynəlxalq Azərbaycan Muğamı gününə həsr olunmuş möhtəşəm ifalar səsləndirirlər. Həm Asan könülləri, həm də Beynəlxalq Muğam Mərkəzinin solistləri və beləcə Azərbaycan mədəniyyətinə töhfə verirlər. Bugün Beynəlxalq Muğam gününə həsr olunmuş tədbirdə iştirakıma görə çox məmnunam və üç sayılı Asan Xidmət könüllüsü olaraq hər bir səsə iştirakına görə təşəkkürümü bildirirəm. Belə tədbirlərin də keçirilməsinin əhəmiyyəti çox böyükdür. Mən arzu edərdim ki, nəinki bu belə əlamətdar günədir, mütəmadi olaraq bu tədbirlər keçirilsin. Gənclərimizin xüsusilə də sənətə, muğam sənətinə olan marağı, həvəsi belə deyə daha da artsın. Belə təşəbbüskarlara öz təşəkkürümü bildirirəm. İfalar paytaxt sakinləri ilə yanaşı turistlərin də marağına səbəb olub. Özüm də bir sənət, mədəniyyət sevgisi aşıqı olaraq özüm də çox sevincliyəm ki, bu tədbirdə iştirak edirəm. Yəni yanından keçmək qeyri-mümkündür. Çox bəyəndim. Çox yaxşı ki, gəldim qızımla bərabər. Səslər mükəmməldir. So I come from Pakistan. Salam. İçəri şəhərdə gəzirdim. Bu seyirli səsin izinə düşüb səhnənin yolunu tapdım. Muğamı çox sevirəm. Canlı dinləmək daha zövqlüdür. Siz Azərbaycanlılar sənətə çox dəyər verirsiniz. Hello, I'm from Bangladesh. Salam, mən Bangladeşdənəm. Paytaxtınız müasir memarlığı və tarixi birləşdirir. Fonda səslənən bu gözəl muğam sədaları şəhərin əzəmətini daha da artırır. O qədər gözəl ifalar səslənir ki, buradan ayrıla bilmirəm. Muğamınızı çox bəyəndim. Bundan sonra playlistimdə həmişə ön sıralarda olacaq. Qeyd edək ki, tədbirin əsas məqsədi muğam sənətinin içəri şəhərin qonaqlarına təqdim edilməsi, milli musiqi irsinin tanıdılması və muğam ənənələrinin yaşadılmasına diqqət çəkilməsidir. YouTube kanalımıza abunə olun.